Yasamal rayonu Qələbə dairəsi yaxınlığında yeni inşa olmuş hündür mərtəbəli binada təcili olaraq 2 dənə mənzil satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Qələbə dairəsində Bakumolun yaxınlığında Abdülvahab Salamzadə küçəsində yeni inşa olmuş hündür mərtəbəli binanın həm 4-cü, həm 7-ci mərtəbəsində ümumi sahəsi 115 kvadrat olan 2 otaq padmayak mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzilin sənədi müqavilədir. Yaxın vaxtlarda qaz çəkilməsi də nəzərdə tutulur. Lifti qoyulubdur. Binanın yerləşdiyi ərazi Qələbə dairəsində olduğu üçün inşaatçılar metrosuna piyada 5 dəqiqəlik məsafədə yerləşir. Mənzilin qiyməti 190 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Deməli 110 kvadratdır. Bu giriş. Girən kimi sağ tərəfdə qonaq otağı. Ondan sonra bir yataq otağı. Solda sanuzel. Mətbəx. Mətbəxdir. Yəni hamısından da balkonu var. Balkona çıxış var. Mətbəxdən də balkona çıxış var. Belə. Yataq otağıdır. Oradan da balkona çıxış var. Bu qonaq otağıdır. Qonaq otağından yoxdur.